Salam uşaqlar, bu günləri sizlərlə Riyaziyyat 4-cü sinif 2-ci hissədən pullar bölməsindən pullarla hesablama mövzusunu izah edəcəyəm. Araşdırma müzakirədən başlayaq. Samir stolun üstündə anasının mağazadan aldığı malların satış çekini tapdı. Lakin orada bəzi ədədlər silinmişdi. Samirin anası nə qədər pul ödəyib, bunu necə tapmaq olar? Samirin anası nə qədər pul ödədiyini biz miqdarı qiymətə vurmaqla hesablaya bilərik. Yəni, hər birinin cəmi nə qədər manat olduğunu hesablayırıq. Çörək 2 ədəd alıb, 1 manat 25 qəpikdən 2 manat 50 qəpik pul verib. Un 1 kiloqram alıb 1 manatdan, deməli 1 manat pul verib. Çay 1 ədəd alıb 14 manatdan, 1-i vururam 14-ə, 14 manatda çaya pul verib. Bunların ümumi cəmini toplasaq, 2 manat 50 qəpik, 1 manat üstünə 3 manat 50 qəpik, üstünə də 14 manat gəlsək, 17 manat 50 qəpik. Cəmi 17 manat 50 qəpik ödəyib. Bunu necə tapmaq olar? Bunu miqdarını qiymətinə vurmaqla ümumi pulunu hesabladıq. İndi öyrənmə. Müxtəlif formalı qiymətləri onluq kəsrlərlə ifadə olunduqda hesablamalar onluq kəsrlərlə olduğu kimi aparılır. Məsələn, yəni 1 kiloqram kartof, 1 kiloqram soğan almaq üçün ödəniləcək məbləği necə tapırıq? Verib 1 kiloqram kartofun qiyməti 1 manat 15 qəpik, 1 kiloqram soğanın qiyməti 80 qəpik. Bunları alt-alta toplayanda 1 manat 15 qəpik üstünə gələk. 80 qəpik 0 manat var orada, ona görə qəpik olduğuna görə 0 manat 80 qəpik, o da hesablayıb 1 manat 95 qəpik. Yəni 1,15 üstünə gələk 0,8 və yaxud da 0,80 bərabərdir 1,95 manat. 1 manat 95 qəpik yəni. Sonra bir malın digərindən nə qədər ucuz və ya baha olduğunu tapmaq üçün onların qiymətlərinin fərqi hesablanır. Bu zaman hər iki məhsulun qiyməti eyni ölçü vahidində olmalıdır. Məsələn, bir buğda çörəyi bir çovda çörəyindən 23 qəpik ucuzdur. Çünki bir ədəd buğda çörəyi 62 qəpikdir, bir ədəd çovda çörəyi 85 qəpikdir. Deməli, 0,85-dən çıxıram 0,62, o da 0,23. Bələdçi, şəkildəki malların qiymətləri cəmini və fərqini tapın. Baxırıq, nümunə verib, velosipedlə tenis nümunə verib, velosiped 48 manat 65 qəpik, tenis 10 manat. 48 manat həm bir dəfə cəmini tapıb, bir dəfə alt-alta sütun şəklində fərqini tapıb. Bunu nümunədə görürük, 48,65, üstünə gələk 10 manat, eləyib 58,65. Yəni 58 manat 65 qəpik. Sonra 48,65-in çıxıram 10 manatı, o da eləyir 38,65. Yəni 38 manat 65 qəpik. İndi A variantına baxırıq. Çanta 11 manat 75 qəpikdir və xətkeş 1 manat 20 qəpikdir. Əvvəlcə bunun cəmini tapaq. 11,75 üstünə gələk 1,2 və yaxud da 1,20. Bu da elədir 12,95. Yəni 12 manat 95 qəpik. Sonra bir də çıxmasına yerinə yetirək A variantının 11,75-dən çıxıram 1,20. O da elədir 10,55. Deməli 10 manat 55 qəpik. Fərqi isə 10 manat 55 qəpik elədir. B variantına baxıram. Deməli bir köynək və yaxud da palto və bir də kofta 35 manat 45 qəpik əvvəlcə toplayaq, üstünə gələk 14,3, o da elədir 49,75, yəni 49 manat 75 qəpik. İndi fərqini hesablayaq. 35,45 çıxaq 14,3 də yaza bilərik, 14,30 da yaza bilərik. 14,30, o da elədir 21,15, yəni 21 manat 15 qəpik. Fərqi isə 21 manat 15 qəpik elədir. İndi baxırıq müstəqil iş. Birinci, onluq kəsrləri yazmaqla cəmi tapın. 8 manat 47 qəpik və 1 manat 20 qəpik. 8,47, üstünə gələk 1,20. O da elədir 9,67. B variantına baxıram. 7 manat 77 qəpik və 2 manat 2 qəpik. 7,77 üstünə gələk 2,2. O da elədir 9,7.
79. C variantına baxıram. 50 qəpik, 1 manat 23 qəpik və 2 manat 2 manat 5 qəpik. İndi bunu necə yazaq? 50 qəpik 0,50 üstünə gələk. 1 tam %23, o da elədi. Üstünə gələk 2 tam %5, o da elədi. 3 tam %78. Yəni 3 manat 78 qəpik. İkinci, onluq kəsirlərlə yazmaqla fərqi tapın. İndi fərqi soruşur. Bayaq cəmi soruşurdu. A variantı 30 manat 82 qəpik və çıxaq 20 manat 10 qəpik. 30 manat 82 qəpikdən 20 manat 30 tam %82, çıxaq 20 tam %10. O da elədi 10 tam %72. B variantına baxırıq. 15 manat 44 qəpik və 15 manat 15 tam %44, çıxaq 15, o da bərabərdir 0 tam %44. Yəni 44 qəpik. C variantına baxıram. 26 manat 87 qəpik və 6 manat 26 qəpik. Çıxırıq 26 tam %87-dən, çıxıram 6 tam %26-dan. Deməli 20 tam %61 qəpik. Yəni 20 tam %61 o deməkdir ki 20 manat 61 qəpik. Satılan hər bir malın qiyməti onun ölçü vahidi ilə müəyyən olunur. Məsələn, marketlərdə çörəyin qiyməti ədədlə, kartofun qiyməti kiloqram üçün, südün qiyməti litrlə müəyyən olunur. Eyni malın müəyyən miqdarda aldıqda ödəniləcək məbləğ aşağıdakı düsturla hesablanır. Yəni, miqdar vuraq qiymət bərabərdir məbləğ. Burada bunu necə düşünün? Vuruq hasil kimi. Yəni, məhsul vuruğu tapmaq üçün nə edirik? Hasili məlum vuruğa bölürük. Yəni, bunlardan miqdar, qiymət hər hansı biri məlum olarsa və məbləğ məlum olarsa, digər məhsulu tapmaq üçün hasili məlum vuruğa bölürüm. Yəni, məbləği böləcəm, miqdarı biliriksə, miqdara bölürəm, qiyməti tapıram. Yox, qiyməti biliriksə, məlumdursa, məbləği qiymətə bölüb miqdarı tapıram. Belə hesablanır. İndi 3-cü cədvələ baxaq. 3-cü tapşırıq cədvəli tamamlayın. Malın adı, miqdarı, vahidin qiyməti, məbləği verib. Qələm 3 ədəd alınıb 1 manatdan. Deməli, 1 ədədi 1 manatdır da, 1 vahidin qiyməti. Ona görə 3-ü 1-ə vururam, 3 manat pul verilib qələmə. Yağ 3 kiloqram, bilmirik neçə, 1 kilosunun qiyməti neçə olduğunu bilmirik və 21 manat pul verilib. Deməli, 21-i 3-ə bölürəm, 7 manat, 1 kilosu 7 manatdır. Yağ, pomidor 2 kiloqram, 2 manat 10 qəpikdən 1 kilosu. Deməli, ümumi buna 4 manat, 2 vururam 2 manat. 10 qəpik oldu, 4 manat 20 qəpik pul verir. Süd, bilmirəm neçə litr alınıb, amma bilirəm ki, litri 2 manatdır, 6 manat pul verilib ümumi. 6-nı 2-yə bölürəm, deməli 3 litr süd alınıb. Naqil, 2 metr, 1 metri 1 manat 40 qəpikdir. Deməli, onda ümumi hesablayanda 2-yi vururam 1 manat 40 qəpik, 2 manat 80 qəpik pul verilib. Un, 50 kiloqram, bilmirəm kiloqram neçədir, amma bilirəm ki, ümumi 100 manat verib. Deməli, 100 manatı 50-yə bölürəm, 1 kiloqramı 2 manatdan alıb. Dəftər 3 ədəd alıb, cəmi 90 qəpik pul verib. Deməli, 1 ədəd neçədir? 93-ə bölürəm, 30 qəpik. 1 ədəd dəftər 30 qəpikdir. 4-cü tapşırıq, suallara cavab verin. 1 manat parçanın qiyməti 9 manatdır. 3 manat parça almaq üçün nə qədər ödəmək lazımdır? Deməli, 1 metri 9 manatsa, 3-ü vuracam 9-a, 3 metr parça almaq üçün 27 manat pul ödəməlidir. B variantı 1 ədəd çörək 40 qəpikdir. 80 qəpiyə neçə çörək almaq olar? 80 qəpiyi bölürəm 40 qəpiyə, 2 çörək almaq olar. Alıcı, C variantı, alıcı 4 litr südə 8 manat pul ödədi. Deməli, litri 2 manatdır. 8-i 4-ə bölürəm 2 manat. 1 litr südün qiyməti nə qədərdir? 2 manat. D variantı, 100 kiloqram bal üçün 72 manat pul ödədi. Deməli, 1 kiloqramı neçə kiloqram verilir versin, bir vahidin qiymətini tapırıq. Yəni, 1 kiloqramı tapırıq. Ona görə 72-ni bölürəm 3-ə, 24. 24 manat, 1 kiloqramı deməli 24 manatdır. 5 kiloqram bal üçün nə qədər pul ödəmək lazımdır? Deməli, 5-i vururam 24-ə, 120 manat pul ödəməlidir.
Məsələ həlli. Samir 2 südlü və 1 tünd şokolad üçün 3 manat 95 qəpik pul ödəməlidir. Hansı şokolad bahadır, nə qədər hesablayacağıq? Samir satıcıya 4 manat verərsə, satıcı ona nə qədər qaytarmalıdır? Baxırıq. Südlü şokolad 1 manat 20 qəpikdir. 2 dənə südlü şokolad alır. 2-ni vururam 1 manat 20 qəpiyə. Bu elədi 2 manat 40 qəpik. Və tünd şokoladın qiymətini bilmirəm. 2 manat 40 qəpik. Ümumi də 3 manat 95 qəpik pul verir. Deməli 3 manat 95 qəpikdən 3,95-dən çıxıram 2,40. O da elədi 1,55. Yəni 1 manat 55 qəpik. 1 manat 55 qəpik biz şokoladını, bahalı şokoladı, tünd şokoladı tapdıq. 1 manat 55 qəpik. Deməli tünd şokolad daha bahadır. Nə qədər bahadır? 1 manat 55 qəpikdir. Yəni 1 manat 50, nə qədər baha olmasını tapmaq üçün 1 manat 55 qəpikdən 1 manat 20 qəpik çıxıram. Görüm nə qədər bahadır. Oldu 35 qəpik. 35 qəpik bahadır. Samir satıcıya 4 manat verərsə, 1 manatın 100 qəpikdir, 4 manatın 400 qəpik. 400 qəpikdən çıxıram 3,91, yəni 395-i 5 qəpik. Deməli, satıcı ona 5 qəpik pul qaytarmalıdır. 6-cı tapşırığa baxırıq. Birinci alıcı 1 kiloqram yağ, 2 ədəd xama və 2 ədəd 1 litrlik süd üçün 18 manat 20 qəpik ödədi. 18,20, yəni 18 manat 20 qəpikdir. Digər, bu birincini hesablayaq, görək yağın qiymətini bilmirik. Yağın qiyməti nə qədərdir? Baxırıq. 2 ədəd xama. Xamanın 1 ədədi 2 manatdır, 2 ədədə 4 manat verib. 2 ədəd 1 litrlik süd. 1 litrlik südün 1 litri 1 manatdır, 2 litri 2 manat olacaq. 2 ədəd 2 manat o, 4 manatdır. 6 manat. Deməli, 18 manat 20 qəpikdən çıxıram 6 manat. Qaldı 12 manat 20 qəpik. Deməli, 1 kiloqram yağ 12 manat 20 qəpikmiş. İndi baxaq ikinci. Digər alıcı 2 kiloqram yağ. 2 kiloqram yağ 3 ədəd 1 litrlik süd aldı. 3 ədəd 1 litrlik süd 3 manat eləyir. 3-ü 1-ə vururam 3 manat. Və 2 kiloqram yağ. 1 kiloqram yağ 12 manat 20 qəpik idi. 2 kiloqramı 2-yə vururam. O da eləyir 24 manat 40 qəpik. 24 manat 40 qəpik üstünə gələk 3 manat. O da elədi 27 manat 40 qəpik. O 27 manat 40 qəpik ödəməlidir. Sağ olun uşaqlar. Bəyənməyi, abunə olmağı unutmayın.